Salam, hər vaxtınız xeyir. Bu gün sizinlə bərabərsizliklər mövzusundan 9-cu sinif imtahanına düşmüş suallara baxacağıq. Gəlin başlayaq. Deməli, ilk sualda deyir müqayisə edin. Deməli, buradan məxrəcləri bərabər olan kəsrlərin sürəti böyük olan böyükdür. Biz də demişdik ki, bərabərsizliyin işarəsi həmişə böyüyə tərəf olur. Yəni, ağzı böyük olan tərəf böyüyə tərəf olur. B. Deməli, ikinci sualda 9-da 7, 9-da 4, 7 4-dən böyükdür deyə bərabərsizliyin işarəsi sol tərəfə olar. D variantı. 3-də bərabərsizliyin doğru olması üçün 8-də 3, 8-də 5, 8-də 5, 8-də 3-dən böyükdür. Bərabərsizliyin ağzı sağ tərəfə olacaq. C variantı. 4-də ən böyük tam ədədin tam həllini tapın. Demək, buradan nə olar? Ən böyük tam həlli. X böl 4 kiçikdir -2-dən. Hər tərəfi 4-ə vuraram ki, kəsirdən canım qutarsın. Burada bizə verəcək x kiçikdir. -2-ni də 4-ə vursaq -8. -8-dən kiçik ən böyük tam ədəd -9. D variantı. 5-də bərabərsizliyin neçə tam həlli var? Deməli, 1 ilə 5-in arasındakı ədədlər 1, 2, 1-i də sayacam, 5-i də sayacam. 3, 4, 5. 5 dənə tam həlli olacaq. C variantı. 6-da 3x çıxı 15 kiçikdir 0. 15 atıram sağ tərəfə. 3x kiçikdir 15. X də kiçikdir 5-dən. 5-dən kiçik. Yəni, mənfi sonsuzluqdan 5-ə. Y variantı. 17-də bərabərsizliyin ən kiçik həllindən 10 vaid böyük olan ədədi tapın. Gəlin 13-ü ataq sol tərəfə. 17 çıx 13. Kiçik bərabərdir x-dən. Demək, bu da nə deməkdir? 4 kiçik bərabərdir x-dən. Yəni, x böyük bərabərdir 4-dən. X 4-dən böyük bərabərdir. Ən kiçik həlli neçədir bunun? 4. Bundan da 10 vahid böyük istəyir. 14. C variantı. 8-ci sualda bərabərsizliyin tam həlliləri çoxluğundan təsadüfi götürülmüş ədədin sadə ədəd olması ehtimalını tapın. Demək, bu aralıqda neçə ədəd var? Gəlin sayaq. 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12. Deməli, saysaq 10 dənə ədəd var. Ümumi 10 ədədimiz var. Bunlardan da sadə ədəd olması hadisəsinin ehtimalını istəyir. Sadə. Sadə olanlar 1, 2, 3, 4. Bu da eləyəcək 10-da 4, yəni 0-da 4. C variantı. Baxaq 9-cu suala. Bərabərsizliyin ən kiçik tam həllini tapın. Gəlin tapaq. Bunu həll etmək üçün nə edək? Hər tərəfi, baxın, bu bərabərsizlikdə məxrəc var deyə bir balaca narahat ola bilər. 4, 3. Hər tərəfi 4 ilə 3-ün ortağına vuraq. Yəni 12-yə. Hər tərəfi 12-yə vursaq, nə olacaq? 9-cu sualda. Deməli, hər tərəfi vuraq 12-yə, olacaq 12y çıxılsın. 12 ilə 4 ixtisar gedər, qalar 3. 3 vurulsun 2y plus 1. Böyük bərabərdir. 12 ilə 3 ixtisar gedər, qalar 4. 4 vurulsun 4y çıx 3. Buradan da 12y çıx 6y çıx 3. Böyük bərabərdir. 4-ü 4-ə 16y çıxılsın 12. Buradan da 6y çıx 3, 16y çıx 12. İstəyirsiniz 6y sağa atıb həll edək, ya da 16y sola atıb həll edək. 6y çıx 16y böyük bərabərdir. -12 plus 3. Buradan da -10y böyük bərabərdir. -9. Y də böyük bərabərdir. Daha doğrusu, buradan baxıram ki, y-in əmsalı mənfidir. Mənfiyə vuraram ki, müsbət olsun. 10y, mənfiyə də vuranda demişdik, bərabərsizliyin işarəsi dəyişir. 10y kiçikdir 9-dan, y də kiçik bərabərdir 9 böl 10-dan. Bizdən də nə istəyir? Bərabərsizliyin ən kiçik tam həllini tapın. 9 böl 10-dan, yəni 0.9-dan kiçik, ən kiçik tam ədəd neçədir? Ən kiçik yox, burada ən böyük istəməliydi. Ən böyük tam ədəd neçədir? 0. C variantı. Baxaq 10-cu suala. Burada ən kiçik olmazdı da. Çünki biz nə tapdıq? 0.9-dan kiçik. 0.9-dan kiçik ədədlər sonsuzdur. Bizdən bundan kiçik bərabər ən böyük istəyə bilər. Baxaq 10-cu suala. Bərabərsizliyi həll edin. Bu necə həll edərik?
Birinci hər tərəfi vuraram 3-ə. Məxrəcdən canım qutarsın. Mənfi 2x kiçik bərabərdir mənfi 36-dan. Buradan da mənfi 1-ə vuraram ki, bərabərsizliyin işarəsi dəyişsin. 2x böyük bərabərdir 36-dan. Demişdik axı, x-in əmsalı mənfi olarsa, bərabərsizliyin işarəsi dəyişəcək. X də 36-dan da bölürsəm 2 olacaq. Böyük bərabər 18-dən. 18-dən müsbət sonsuzluğa. A variantı. Baxaq 11-ci suala. Deyir ki, ifadənin ən böyük qiymətini tapın. Demək, buradan birinci bunları alt-alta yazaq. Mənfi 3, x, 7, 2, y, 5 olarsa, bizdən bunların fərqini istəyir. Gəlin belə eləyək. Aşağın vuraq mənfi 1-ə. Bizə versin mənfi 3, x, 7. Aşağın mənfi 1-ə vursam nə olacaq? Mənfi 5. Biz demişdik, mənfiyə vuranda 2 qat bərabərsizlikdə işarə yox, ədədlərin yerləri dəyişir. Mənfi 5, mənfi y və mənfi 2. Bizdən x sıx y demir. Bunu da tapmaq üçün alt-alta toplayaram. Alt-alta toplasam, sol tərəf mənfi 8, x sıx y. 7 ilə də mənfi 2-ni toplasaq 5. X sıx y ifadəsinin ən böyük qiyməti. Deməli, x sıx y-in ala biləcəyi qiymətlər mənfi 8-5 aralığında olacaq. Bunun modulunun ən böyük qiyməti istəyirsə, demək cavab nə olar? Mənfi 8. Yəni, biz mənfi 8-i qoysaq x sıx y-in yerinə moduldan gəlib çıxar 8. D variantı. Baxaq 12-ci suala. Bərabərsizliyin həll edin. Y atıram sol tərəfə, 16-nı atıram sağ tərəfə. Mənfi 44 y sıx y böyükdür 1/16-dan, mənfi 45 y böyükdür mənfi 15-dən, mənfi 1-ə vuraram, bərabərsizliyin işarəsi dəyişər, həm də y-in əmsalı müsbət olar. 45 y kiçikdir 15-dən, y də kiçikdir 15 böl 45-dən. 15-i də 45-ə böləndə eləyəcək 3/1. Y kiçikdir 3/1-dən. 3/1-dən mənfi sonsuzluğa. Daha doğrusu mənfi sonsuzluqdan 3/1-ə. Y variantı. 13-cü sual. Bu tipi sualları interval üsulu ilə həll edirik. Deməli, x kvadratı çıx 25 bərabərsizliyin neçə tam həlli var? X kvadratı çıx 25 kiçik bərabər 0. Yazaram x çıx 5 vurulsun. X üstə gəl 5 kiçik bərabərdir 0. Bunun da köklərini tapmaq üçün ayrı-ayrı 0-a bərabər edirəm. X çıx 5 bərabərdir 0, x bərabərdir 5, x plus 5 bərabərdir 0, x bərabərdir mənfi 5. Bu tapdığım kökləri intervalda qeyd edirəm. Birinci mənfi 5 içi dolu, sonra 5 içi dolu. Müsbət, mənfi, müsbət. Bizə 0-dan kiçik bərabər aralıq lazımdır, yəni mənfi olan aralıq. Burada da neçə tam ədəd var? Mənfi 5-dən 5-ə qədər. Mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1. 0-ı da mütləq sayırıq. 1, 2, 3, 4, 5. Olacaq 11 dənə. 5 dənə burada, 5 dənə burada, bir dənə də 0. B variantı. Baxaq 14-cü suala. Bərabərsizliyini həll edin. Bu da interval üsulu ilə həll olan sual tipidir. Deməli, x kvadratı üstə gəl 9, x sıx 3, aşağıda x plus 2, böyük bərabərdir 0. Buradan böyük bərabər 0, biz nə edərik? Sürəti 0-a bərabər edib, məxrəci 0-dan fərqli edərik. Rasional bərabərsizliklərinin qaydası nə idi? Həmişə məxrəc 0-dan fərqli olmalıydı. Sürətdə isə, əgər burada bərabər işarəsi varsa 0-a bərabər, yoxdursa 0-dan fərqli edirdik. Getdik, 0-a bərabər edirəm. Buradan da əslində x kvadratı üstəgəl 9-u tullaya bilərik. Çünki o həmişə müsbət ifadədir. Amma yenə də 0-a bərabər eləsəz, onsuz da görəsiniz ki, onun bir orada rolu yoxdur. Deməli, ayrı-ayrı 0-a bərabər edirəm. X kvadratı üstəgəl 9 bərabərdir 0, x kvadratı bərabər mənfi 9. Belə bir şey mümkün deyil. Kvadrat mənfi ola bilməz. Yəni, bu hissə mənə kök falan verməyəcək. X çıx 3 bərabərdir 0, x bərabərdir 3. Köklərimdən biri 3-dür. Getdik digər kökü tapmağa. X üstəgəl 2 bərabərdir 0. Daha doğrusu bərabər deyil, fərqlidir 0, x də fərqlidir mənfi 2-dən. Köklərimi mənfi 2, 3 olaraq tapdım. Sonra intervalda qeyd edirəm. Deməli, içi boş mənfi 2. Çünki mənfi 2 ödəmir. İçi dolu 3, 3 ödəyir.
məxrəcdədir deyə -2 ödəmədir. Buradan da müsbət, mənfi, müsbətimi yazdım. Mənə də nə lazımdır? Sıfırdan böyük aralıq. Sıfırdan böyük aralıqda olacaq. Bu formada cavab da mənfi sonsuzluqdan -2-yə və bu da birləşmə 3-dən müsbət sonsuzluğa. Burada cavablarda bir səhvlik var. Deməli, 3-dən müsbət sonsuzluğa D variantına bir də mənfi sonsuzluqdan 2-yə də əlavə etmək lazımdır. Mənfi sonsuzluqdan -2-yə bağışlayın. Bu qədər. Keçək 14-dən sonra 15-ci suala. Bərabərsizliyin ödəyən ən böyük tam qiyməti tapın. Hər tərəfi vururam 4-ə. Olacaq x kiçikdir. -16-dan, -16-dan kiçik ən böyük tam ədəd -17. Baxaq 16-cı suala. 16-da deyir ki, ən böyük tam həllini tapın bu bərabərsizliyin. Bunu həll etmək üçün nə edirəm? Vuraram hər tərəfi 6-ya. Yəni 2, 3 bunların ortağı nə olar? 6. 6-ya vursam hər tərəfi 6 ilə 2 ixtisar gedər 3 qalar. 3-ü vursam 3-ə 9x çıxılsın. 6 ilə 3 ixtisar gedər 2 qalar. 2-ni 4x-ə vursam eləyər 8x kiçikdir 30-dan. X də kiçikdir 30-dan. 30-dan kiçik ən böyük tam ədəd olar cavab 29. Baxaq 17-ci suala. Bərabərsizliyi həll edin. 2x plus 6 kiçik bərabərdir 0. 6-nı ataram sağ tərəfə. 2x kiçik bərabərdir -6. X də kiçik bərabərdir -3. Cavab mənfi sonsuzluqdan -3-ə. B variantı. Baxaq 18-ci sual. Şərtini ödəyən ən böyük tam ədədi tapın. 6-nı atarıq sağ tərəfə. X kiçikdir 18 çıx 6. X kiçikdir 12. 12-dən kiçik ən böyük tam ədəd 11. B variantı. Burada 19 da eyni tipli sualdır. 9 atıram sağ tərəfə. X böyükdür 12 plus 9. X böyükdür 21. 21-dən böyük ən kiçik tam ədəd olar 22. A variantı. 20-də bərabərsizliyin həll edin. Demək, buradan 6 çıxılsın, 3 vurulsun. Vurub açaram 3x-ə 3x. -3 2-yə vursam çıx 6. Böyükdür 8 çıx x-dən. X-ləri bir tərəfə yığaram. 6-lar buradan gedər. -3x. X atsam sol tərəfə. Plus x böyükdür 8-dən. -2x böyükdür 8-dən. Bunu da vuraram -1-ə. Deməli, vuraram -1-ə olacaq nə? 2x kiçikdir -8-dən. Daha rahat həll edə bilim deyə. X də kiçikdir -4-dən. Variantlar səhvdir. X də kiçikdir -4-dən. Cavab olar mənfi sonsuzluqdan -4-ə. Sonra baxaq 21-ci suala. 32x 42 bərabərsizliyin ödəyən neçə natural ədəd var? Bütün hamısını yazsaq. 33, 34, 35, 36, 37, 38, 39, 40, 41, 42. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. C variantı. Bunu belə də saya bilirik. Əgər bir tərəfdə bərabər işarəsi var, o bir tərəfdə yoxdursa, sadəcə çıxırıq. 42 çıx 32. Bərabər 10. Məsələn, burada var, burada yoxdur. Əgər burada olsa, burada olmasaydı, yenə eyni düstur idi. Əgər hər ikisində olmasaydı, çıxıb bunlardan da bir çıxardıq. Əgər hər ikisində bərabər işarəsi olsaydı, bunları çıxıb üzərinə bir gələrdik. Əgər qarışdırırsınızsa, bu formada saya bilərsiniz. Baxaq 22-ci suala. Bərabərsizliyin ən böyük tam həllini tapın. Gəlin birinci bu bərabərsizliyi həll edək. 22-də. -3x-in kvadratı üstəyə 2x plus 3 böyükdür 0. Daha rahat olsun deyə mən bunun hər tərəfini vuraram -1-ə. X kvadratının əmsalı müsbət olsun. 3x-in kvadratı çıx 2x çıx 3 kiçikdir 0-dan. -1-ə vuranda bərabərsizliyin işarəsi də dəyişir. Buradan da diskriminantdan kökünü taparam. D bərabərdir. -2-nin kvadratı çıxılsın 4 vurulsun 3 vurulsun -3. Bu da 4 üstə gəl 4 vur 3 vur 3. Bizə verəcək, deməli 4 vur 3 12, 14-ə vursaq 36. Bu da verdi 40. Buradan nə edərəm? Köklərimi taparam.
x1 bərabərdir. Ortadakının əksi. Bunun əksi bizə verəcək 2. Plus kök altında diskriminant bölünsün 2a. Bərabərdir. 2 üstə gəl. Kökdə 40-ı da 40-ı da necə yaza bilərik? Buradan yazım. Kökdə 40. Yəni 4 vur 10. Yəni bu da bizə verəcək 2 kökdə 10. 2 üstəyə 2 kökdə 10 bölünsün 6. 2-ni ortaq çıxarsam 1 üstəyə kökdə 10 bölünsün 6. İxtisar gedər qalar. 1 üstəyə kökdə 10 böl 3. 1 üstəyə kökdə 10 böl 3. X2 də bərabərdir. 2 çıx kök altında diskriminant bölünsün 2a. Bu da eyni qayda 2 çıxılsın 2 vur kökdə 10 bölünsün 6. Bu da 2-ni çıxarsam ortaq olacaq. 2 vur olsun 1 üstəyə 1 çıx kökdə 10 bölünsün 6. İxtisar getsə bunlar olacaq. 1 çıx kökdə 10 bölünsün 3. Demək bizdən nə istəyir? Bərabərsizliyin ən böyük tam həllini tapın. Deməli buradan nə edərəm? İntervalda kökləri qeyd edirəm. İntervalda köklərimiz bərabər deyil. Buna diqqət edin. Yəni bərabər deyil. İçi boş formada 1 üstəyə 1 çıx kökdə 10 böl 3 və 1 üstəyə kökdə 10 böl 3. Bizdən də bu formada yazacaq. Müsbət, mənfi, müsbət. Ən böyük tam həllini tapın. Sıfırdan böyük aralı. Sıfırdan baxın biz nə edirik? Mənfi 1-ə vurduq. Oldu sıfırdan kiçik. Bizə nə lazımdır? Mənfi aralıq. Yəni bu aralığa düşən ən böyük tam həlli tapaq. Necə taparıq? Birincisi, gəlin təqribi bunun qiymətini hesablayaq. Bunun təqribi qiyməti olacaq nə? 1 üstəyə kökdə 10 təqribi 3,1 desək, böl 3 eləyər nə? 4,1 böl 3. Düzdürmü? 4,1 böl 3 də 3 tam, daha doğrusu 1 tam 3-də 1,1-dir. Yəni bundan kiçik ən böyük tam ədədi tapmalıyıq. Ən böyük tam həlli neçə eləyər bunun? Bundan kiçik ən böyük tam ədəd 1. Yəni bu 2-dən kiçikdir bu ədəd. Yəni 2-ni sayınmarıq. Bundan balacası bizə lazımdır. Olacaq nə? 1. Cavab B variantı. 22-dən sonra baxaq 23-cü suala. 2x bölü 4 bərabərsizliyini ödəyən x-in ən kiçik qiymətini tapın. Hər tərəfi, demək 2-ni atıram sağ tərəfə, x böyükdür 2-dən. 2-dən böyük ən kiçik tam ədəd 3. 24 də bərabərsizliyi həll edin. 6-nı atıram sağ tərəfə, mənfi x kiçikdir 3 çıx 6-dan. Mənfi x kiçikdir 3 çıx 6 mənfi 3-dən. Bunu da mənfi 1-ə vuraram. X də böyükdür 3-dən. X böyükdür 3-dən, yəni 3-dən müsbət sonsuzluğa. Y variantı. 25 də modul bərabərsizlikdir. Modul bərabərsizlikdə demişdik ki, bir dəfə olduğu kimi yazırıq. 2 çıx 3y kiçik bərabərdir 5-dən. Bir dəfə olduğu kimi yazırıq. 2 çıx 3y kiçik bərabərdir 5-dən. Mənfi 3y kiçik bərabərdir. Demək 5 çıx 2-dən. Mənfi 3y kiçik bərabərdir 5 çıx 2 3-dən. Mənfi 1-ə vuraram ki, y-in əmsalı müsbət olsun. Və bərabərsizliyin işarəsi dəyişəcək. 3y böyükdür mənfi 3-dən, y də böyükdür mənfi 1-dən. Bunu tapdım. Daha sonra keçirəm ikinci. 2-də isə bir dəfə olduğu kimi yazırıq, bir dəfə də əksi ilə. Qabağına mənfi atıram. 2 çıx 3y. 2 çıx 3y. Kiçik bərabərdir 5-dən. Mənfi 2 üstə gəl 3y. Kiçik bərabərdir 5-dən. 3y kiçik bərabərdir. Buradan 2-ni sağ tərəfə atsam 5 üstə gəl 2-dən. 3y kiçik bərabərdir 7-dən. Y də kiçik bərabərdir 7 böl 3. Yəni y də kiçik bərabərdir 2,3-dən. Baxın, mənfi 1-dən böyük, mənfi 1-dən böyük, y olur 2,3-dən kiçik. Ən kiçik tam həllinin tam qiymətini istəyir. Mənfi 1-dən böyük, ən kiçik tam ədəd neçədir? Elə mənfi 1-in özü. Mənfi 1-dən böyük bərabər. Üzrü sayın. Burada bərabər şərsi var deyə o böyük bərabəri nəzər yetirməliyik. Cavab A variantı. 25-dən sonra 26 yenə modul bərabərsizlikdir. Eyni formada həll edirəm. 2x çıx 4 kiçikdir 12-dən. Bir dəfə yazıram ki, 2x çıx 4
kiçikdir 12-dən, 2x kiçikdir 16, 4-ü sağa atsam 16-dan, x də kiçikdir 8-dən. Bir dəfə isə əksin yazıram. Bir dəfə müsbətdə olduğu kimi, bir dəfə də əksi ilə mənfi 2x çıx 4 kiçikdir 12-dən, mənfi 2x plus 4 kiçikdir 12-dən, mənfi 2x kiçikdir 12 çıx 4, 4-ü sağa atsam 12-dən 4 çıxsaq 8, mənfi 2x deməli 8-dən kiçikdir. Bunu da həll etmək üçün mənfi 1-ə vuraq ki, bərabərsizlikdə x-imizin əmsalı müsbət olsun. Və bərabərsizliyin işarəsi dəyişəcək. 2x böyükdür mənfi 8-dən, x də böyükdür mənfi 4-dən. Baxın, x mənfi 4-dən böyükdür, 8-dən kiçikdir. Mənfi 4, 8 aralığı. C variantı. Baxaq 27-ci sualımıza. Yenə modul bərabərsizlik sualıdır. 27-də. Bərabərsizliyin təmhəllərinin cəmini tapın. 2x plus 5 kiçikdir 9-dan. Bir dəfə olduğu kimi yazıram. 2x plus 5 kiçikdir 9-dan. 2x kiçikdir 9 çıx 5-dən. Yəni 2x kiçikdir 4-dən. X kiçikdir 2-dən. Getdik. Bir dəfə isə əksi ilə yazarıq. Əksi ilə yazsaq, qabağına mənfi atıram. 2x plus 5 kiçikdir 9-dan. Mənfi 2x çıx 5 kiçikdir 9-dan. Mənfi 2x kiçikdir 5 atıram sağ tərəfə. Mənfi 2x kiçikdir 14-dən. Bunun da x-in əmsalı mənfidir deyə mənfi 1-ə vuraram. 2x böyükdür mənfi 14-dən. X də böyükdür mənfi 14 bölü 2, yəni mənfi 7-dən. Deməli, x-imiz mənfi 7-dən böyük, 2-dən isə kiçikdir. Bu aralıqdakı ədədlərin tam həllərin cəmini tapın. Gəlin tapaq. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2, mənfi 1, 0, 1. Bunların plusunu qoyum. Birlə mənfi 1 gedər. Mənfi 6, mənfi 5, mənfi 4, mənfi 3, mənfi 2. Bunları toplayanda bizə verəcək. Mənfi, deməli 10, mənfi 20. Bərabərsizliyin tam həllərin cəmi mənfi 20. Bəlkə də burada bərabərsizliyin tam həllərin sayını istəyirdi. Çünki bizdə ədədlər tam, yəni müsbət verib. 1, 2, 3, 4, 5, 6, 7, 8. Bizdən tam həllərin cəmini yox, sayını istəyir. Sayını tapdıq. 8 dənə. Keçək 28-ci suala. Bərabərsizliyi ödəyən y-in ən böyük tam qiymətini tapın. Demək, burada nə olacaq? 2,6 çıxılsın 5. Mötərizənin qabağında mənfi var deyə dəyər buna müsbət olar. Plus 2y kiçikdir 6-dan. 2,6-dan 5-i çıxsaq, əgər 2,4, amma mənfisi ilə üstə gəlir 2y kiçikdir 6-dan. 2y kiçikdir 6 plus 2,4-dən. 2y kiçikdir 6 ilə 2,4-ü toplayanda 8,4. Y də kiçikdir 8,4-dən. Demək, 8,4-ü 2-yə bölsək, eləyər 4,2. 4,2-dən kiçik ən böyük tam ədəddə olar 4. Variantları sevmək lazımdır burada. Ödəyən y-in ən böyük tam qiymətini tapın. Tapdıq cavab, ən böyük tam qiyməti, bəli, cavab oldu 4. Baxaq 29-cu suala. Bərabərsizliyin həll edin. Demək, buradan 25-i bölərəm 5-ə, x də böyükdür 5-dən. 5-dən müsbət sonsuzluğa. A variantı. Baxaq 30-cu suala. 30-cu sualda deyir, x üstəgəl y 7-dən böyük 20-dən kiçikdir və bizə belə bir şərt verib. Bərabər 4. Məxrəcdən bir atıb çarpaz eləyirəm. X üstəgəl 2y bərabərdir 4y-ə. 2y-i də sağa atsam, x bərabərdir 4-dən 2-sini çıxsam, qalır 2y. X bərabərdir 2y, aparıb x-in yerinə bunu qoyaram. Getdi. 2y üstəgəl y kiçikdir 20-dən, 7-dən böyük 3y kiçikdir 20-dən. Hər tərəfi də 3-ə bölürəm. Hər tərəfi də 3-ə bölsək, y kiçikdir 20 böl 3. Yəni 6 tam 3-də 2-dən böyükdür 2 tam 3-də 1-dən. Y-in ən kiçik tam qiyməti 2 tam 3-də 1-dən böyük ən kiçik tam ədəd olacaq 3. Cavab oldu 3. Baxaq 31-ci suala. A-nın hansı qiymətində
Burada mənfi işarəsi olmalıydı. A-nın hansı qiymətində bərabərsizliyin həllilər çoxluğu -4 müsbət sonsuzluğu aralığında yerləşir. Demək 31-i buradan yazım. Birinci bərabərsizliyimizi həll edəcək. -a çıx 3x bölünsün 2 kiçikdir -1. Bunu necə həll edəcəyik? Birinci hər tərəfi vuraram 2-yə. Məxrəcdən canım qurtarar. -a çıx 3x kiçikdir. Deməli, -2-dən buradan a-nı ataram sağ tərəfə. -3x kiçikdir. -2 plus a-dan. Buradan da hər tərəfi -1-ə vuraram ki, x-in əmsalı. X-in əmsalındakı mənfi getsin. Yəni, bərabərsizlikdə x-in əmsalında mənfi saxlaya bilmərik. Buradan 3x böyükdür. -1-i -2-yə vursam olar 2. -1-i a-ya vursam olar çıxa. X də böyükdür 2 çıx a bölünsün 3. Demək, burada bərabərsizliyin həlli necə olardı? 2 çıx a bölü 3-dən böyükdür axı. Onda məsələn, həll yazsaydıq, yazardım 2 çıx a bölü 3-dən üzü müsbət sonsuzluğa. Deyir ki, bərabərsizliyin həlli çoxluğu -4 müsbət sonsuzluqdur. Deməli, elə bu hissə nə imiş? -4. Yazaram 2 çıx a bölü 3 bərabərdir -4. Məxrəcinə bir atıb çarpaz etsəm 2 çıx a bərabərdir 3 vur -4 eləyər -12. -a bərabərdir -12 çıx 2. -a bərabər -14. A da bərabərdir 14. Cavab tapdıq 14. Baxaq 32-ci suala. 32-ci sualda x 1-dən böyük, 5-dən kiçik bərabərdir. 5-dən kiçik bərabər ədədlər. Deməli, 1-dən də böyük olsun. 2, 3, 4, 5. Bunların hasili bizə verəcək 120. Bizdən bunu istəyir. Natural həllərini, natural ədədlərin hasilini tapdıq. Bu bölmədən də bu qədər. Deməli, bu bölmədə bəzi səhvlər var idi, variantlar. Məsələn, bütün suallarda variant düşmüşdü, amma bəzilərin variantı olmamalı idi. Onları düzəldib təzədən Telegram kanalında yükləyəcəm. Yəni, təzədən yükləyib işləyə bilərsiniz. Cavabları da inşallah paylaşacağım. Xətalara görə üzr istəyirsiniz. İmtahanda hamınıza uğurlar. Sağ olun, salamat qalın.